Əziz qardaşlar, inşallah ki, bugünkü söhbətimizdə qılıncdan kəskin, tükdən incə olan Sırat körpüsü haqqında danışacağıq və bu körpüdən keçməyə çalışan insanlardan soruşulacaq 7 sual hansılardır, bunlara toxunacağıq və görəsən bizlər bu sualları cavablandırmağa hazırıqmı, bu kimi məsələlər üzərində durmağa çalışacağıq. Əziz qardaşlar, baxdığımız zaman görürük ki, bu dünyaya yaradılış qayəsi olaraq gəlmiş hər bir insan, hətta peyğəmbərlər belə daxil olmaqla, hamı Sırat körpüsünün üzərindən keçməyə çalışacaqdır axirətdə. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, deyir, cənnətə çatmaq üçün bizim o körpüdən keçməyimiz lazımdır. Belə ki, Sırat körpüsü cəhənnəmin üzərində qurulan bir körpüdür ki, bu körpüdən keçə bilməyənlər cənnətə gedib çata bilməzlər. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni buradan keçmək Allah Taala'nın qoyduğu bir hökmdür ki, hamı bunu bacarması lazımdır. Və deyir, ilk olaraq buradan mən keçməyə çalışacağam deyir və o körpünü keçdikdən sonra onun başında dayanacam və müsəlmanların da bu körpünü keçməsini gözləyəcəm deyir. Və orada deyir, Allaha mən dua eləyəcəm ki, Rabbi səllim deyə Allaha mən bir duam olacaqdır. Bu duanın tərcüməsi də belədir ki, yəni ya Rəbbim səlamət ver, insanlara səlamət ver deyə Allaha dua edəcəm deyir. Yəni dolayısıyla o Sırat körpüsünün üzərindən deyir, keçdikləri vaxt insanlar heç kim danışa bilməyəcəkdir. Yalnız peyğəmbərlər danışmaq səlahiyyətində olacaqlar deyir orada. Onların da duası az öncə qeyd etdiyimiz kimi Rabbi səllim deyə. Ya Rabbi, yəni ümmətimizə səlamət ver deyə bu şəkildə Allaha dua edəcəklərdir. Və əziz qardaşlar, baxdığımız zaman görürük ki, biraz gerisinə gedərsək əgər, Həzrət İsrafil aleyhissalam sura üflədikdən sonra dünya dağılacaqdır. Yəni Həzrət İsrafilin bir suru vardır ki, bunun nə şəkildə olduğunu tam dəqiq bilməsək də, bir onu bildirir ki, çox dəhşətli bir səs çıxacaqdır o surdan və ondan sonra dünya dağılacaq və insanlar hamısı öləcəkdir. Və ikinci dəfə İsrafil aleyhissalam sura üflədiyində isə hər bir insan qəbirlərindən çıxaraq Allahın hüzuruna tərəf haqq hesaba çəkilmək üzrə gedəcəklər. Deyir, orada insanların qarşısına əməl dəftərləri qoyulacaqdır. Bu əməl dəftərləri cənnətə gedəcək olanlara sağ əlinə veriləcəkdir. Cəhənnəmə gedəcək olanlara isə ya sol tərəfdən veriləcəkdir, ya da arxa tərəfdən veriləcəkdir. Və bu elə bir dəftərdir ki, insanın aldığı hər nəfəsin belə orada qeyd olunduğu Peyğəmbərimiz tərəfindən bizlərə bildirməkdədir. Və daha sonra əməl dəftərinin verilməsinin ardından orada haqq hesab dediyimiz əməl tərəzisi gətiriləcəkdir. İnsanlar orada dünyada işlədikləri əməllərinə görə sorğu-suala çəkiləcəklər. Və bu sorğu-sualın da ardından bir Sırat körpüsü vardır. Yəni cənnətə çatmaq üçün yeganə bir maneə qalır ki, bu sorğu-sualdan sonra, o da bu körpüdür. Yəni bu körpünü keçdikdən sonra yolun sonunda əbədi xoşbəxtlik içərisində yaşayacağımız və sevdiklərimizlə bərabər hüzur içərisində olacağımız bir cənnət yurdu vardır orada. Bu cənnətə çatmaq üçün də o körpünü mütləq keçməyimiz lazımdır. Allah Teala hər birimizə bu işə müvəffəq qılsın. Öncə dua edək bu şəkildə. Və əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kimiləri bu körpüdən asanlıqla keçəcəklər, kimiləri isə bu körpüdən keçərkən çox çətinliklərlə qarşılaşacaqlar. Yəni bu isə insanın dünyada işlədiyi əməllərə bağlıdır. Yəni daha çox salih əməli olan insanlar ildırım kimi sürətli keçəcəklər oradan. Kimisi olacaq ki, onların çox az sayda salih əməlləri, yaxşılıqları olduğuna görə onlar sürünə-sürünə gücə bala bu Sırat körpüsünü keçə biləcəklər. Və kimlər də vardır ki, onlar bu körpünü keçə bilməyəcək, körpüdən düz cəhənnəmin içərisinə oradan yıxılacaqlar, əziz qardaşlar. Və dolayısıyla baxdığımız zaman burada insan bu körpü üzərində nə qədər çox qalsa, bir o qədər əziyyət çəkəcəkdir. Yəni, ildırım sürətlə keçənlər bir an öncə canlarını qurtaracaqlar. O ki, elə insanlar da var ki, daha yavaş sürətlə gedəcəklər. Bunlar sıxıntıları olacaqdır. Yəni, bir insan orada nə qədər çox qalsa, cəhənnəmin üzərində yerləşdiyinə görə bu körpü, bir cəhənnəm atəşinin istisi vurur onun üzərinə, bir cəhənnəmin qoxusu vardır. Cəhənnəmin qoxusu da o körpünü bürüyəcəkdir. Və bir də
cəhənnəmdə çox qorxulu mənzərələr vardır deyir. Məsələn, təsəvvür elə ki, deyir, oradan yıxılan adamlar, atəşdən nizələr vardır ki, bu nizələrin üzərinə yıxılacaqlardır. Və daha sonra orada qarmaqlar var ki, o körpünün üzərindən günahkarları çəkərək cəhənnəmin içərisinə atır. Və bir də o körpünün üzərindən gedən insanın ən çox qorxduğu məsələ isə görürsən mən buranı keçə biləcəm, yoxsa mən bu cəhənnəmin içərisinə yıxılacam. Yəni dolayısıyla bu kimi məsələlərə görə insan nə qədər gec keçsə o körpünü, onun üçün bir o qədər çətin olacaqdır. Tez keçərlər isə bir an öncə oradan canlarını qurtarmış olacaqlardır, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Ona görə də əziz qardaşlar, təsəvvür edək ki, biz də o körpünün üzərindən gedirik, insanın qarşısında da adamlar olur, arxa tərəfində də adamlar olur. Bir baxırsan ki, bəzisi yıxılır, bəzisi cəhənnəmə düşür. O dediyimiz o qırmaqlar bir qism insanları tutaraq cəhənnəmin içərisinə salır. Kimisi görürsən ki, ildırım sürətlə keçib gedir. Yəni bu şəkildə bir mənzərə olacaqdır əziz qardaşlar. Və buna görə də bu Sırat körpüsündən daha asan bir şəkildə keçməyimiz üçün bu gündən bir hazırlıq görməyimiz lazımdır eyni zamanda. Və indi isə gələk Sırat körpüsü üzərində soruşulacaq o 7 suala. Bu gün də biz bu sualları özümüzə soruşaq görək ki, biz də bu körpü üzərindən keçərkən o suallara cavab tapa biləcəyikmi? Bu sualı özümüzə soruşaq. Baxdığımız zaman birinci sual nədir? Deyir, o körpünün 7 dayanacağı vardır. Birinci dayanacaqda ilk soruşulacaq sual imanın varmı sualı olacaqdır. Əgər bir insanın qəlbində, səmimi qəlbdən Allahla qurduğu bir bağı vardırsa, yəni Allaha inancı vardırsa, o adam bu körpünü keçəcəkdir. Kimin imanı güclüdürsə, o daha sürətli bir şəkildə keçəcəkdir. Əgər kafirlər olursa, kafirlər o ilk dayanacaqdan elə cəhənnəmin içərisinə yıxılacaqlar, oranı keçə bilməyəcəklərdir. Ona görə də əziz qardaşlar, baxdığımız zaman orada cəhənnəmin içərisinə kafirlər yıxıldığı vaxt Allah Teala deyir, cəhənnəmdən soruşacaq, bu Quran-ı Kərimdə keçən ayədir. Ey cəhənnəm, doldunmu deyə Allah Teala'nın cəhənnəmə bir müraciəti olacaqdır. Amma cəhənnəm kafirlərə qarşı o qədər qəzəbli olacaqdır ki, ya Rəbbi, daha çox kafir vardırmı, göndər gəlsin deyə Allaha bu şəkildə müraciət edəcəkdir. Ona görə də günahkar insanların sayı nə qədər çoxdursa, onu unutmayaq ki, cəhənnəm də bir o qədər böyükdür yəni. Yəni günahkarlar çoxdur, onlar cəhənnəmə getməzlər, Allah onları bağışlayar deyə bir məsələ ola da bilər, olmaya da bilər. Yəni Allah istəyərsə bağışlayar, istəməzsə bağışlamaz. Ona görə məsələn bugün biz cəmiyyətdə baxırıq ki, elə qrup insanlar var, deyirlər ki, hamı bu günahı işləyir, mən də bu günahı işləyim. Nə olar ki, Allah hamını cəzalandırası deyil ki, yəni biz bunu bilə bilmərik əziz qardaşlar. Bəlkə də Allah Teala elə o günahkarların hamısını cəhənnəmə atacaqdır. Yəni bu Allahın biləcəyi bir məsələdir. Ona görə möminin özünü qarantiya alması lazımdır. Necə ki, Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ətrafında günah işləyən insanların çox olması səni aldatmasın. Çünki sən Allahın huzuruna tək başına çıxacaqsan və Allaha orada tək başına hesab verəcəksən. Ona görə sən başqalarına baxma, özünün günahlarına bax və özünü tövbə edərək günahlardan qurtarmağa çalış, deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Və əziz qardaşlar, bu birinci sual idi. Yəni birinci sual imanın varmı sualıdır. İkinci dayanacaq vardır. Bir dayanacaq keçən sonra digərinə gedirik. Orada isə soruşur ki, namazınız varmı sualı veriləcəkdir. Ona görə də namaz imandan sonra ən böyük ibadətlərdən biridir əziz qardaşlar. Və hətta Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, namaz deyir, dinin dirəyidir. Yəni dinin dirəyi demək, yəni biz dinimizi namaz vasitəsilə inşa edirik deməkdir. Məsələn, bir usta fikirləşək ki, həmin usta bir ev tikir, ev tikərkən bir kərpici qoyur, o kərpicə 5 dəfə oradan baxır ki, urvin deyirlər, urvinlə buradan baxır, buradan baxır ki, görəsən mən bu kərpici düzgün qoydummu deyir. Çünki o kərpiclər onun tikdiyi evin dirəklərini təşkil edir. Eləcə də bizim namazımız da bizim dinimizin dirəyini təşkil elədiyinə görə biz də bir rükət namaz qıldığımız zaman bizim də o ustanın kərpicə urvin qoyması kimi namazımıza bir gözdən keçirməyimiz lazımdır. Görürsən, mən bu namazımı düzgün qıla bildimmi? Necə ki, o usta baxır, deyir ki, mən bunu düzgün edə bildim. Mömin də namazını o şəkildə baxması və namazını qiymətləndirməsi lazımdır. Ona görə də əziz qardaşlar, bizim burada unutmamağımız gerəkən ən önəmli məsələ ondan ibarətdir ki, məsələn, bir insan pulu olmasa zəkat verməyə bilər. Məsələn, imkanı olmasa həccə getməyə bilər. Xəstə olsa, əgər həkim sənə deyirsə ki, oruç tutma, oruç tutmaya bilər. Amma namaz elə bir ibadətdir ki, namazı hər zaman yerinə gətirməyimiz lazımdır. İstəyir xəstə olaq, istəyir ölüm ayağında olaq,
İstəyir səfərdə olaq, harada oluruqsa olaq, namaz bir nömrəli ibadətdir ki, onun təlafisi yoxdur. Onu hər yerdə, hər zaman qılmağımız lazımdır. Ona görə başımıza nəsə bir iş gələndə, ay mənim filan işim vardı, mən namazımı qıla bilmədim deyə bir bəhanə deməyimizin heç bir əsası yoxdur. Bu bəhanələr axirətdə keçərli olmayacaqdır. Dolayısıyla əziz qardaşlar, namaz sualı soruşulduqdan sonra namaz qılan möminlər də oranı rahatlıqla keçəcəklər və Sırat körpüsünün növbəti dayanacağında soruşulacaq sual isə zəkat sualıdır. Əgər bir insanın imkanı vardırsa, soruşulacaq ki, sən imkansızlara nə dərəcədə yardım etdin sualı onlara soruşulacaqdır. Və kasıblara yardım edən, mömin qardaşlarına yardım edən kəslər də oranı keçdikdən sonra növbəti dayanacağa gələcəklər. Və bu dayanacaqda soruşulacaq sual isə oruclarını tuta bildinmi sual olacaqdır. Ona görə əziz qardaşlar, oruçlara da diqqət yetirməyimiz lazımdır. Əgər həkim bizə oruç tutmağı qadağan etmirsə, yəni səhhətimizdə bir problem yoxdursa, bizim bunu tutmağımız lazımdır. Yox, əgər bir insanın səhhətində problem varsa, onun oruç tutması o qədər də xoş qarşılanmır. Digər məsələ isə həcc ziyarətidir, yəni həccə getmisənmi sualı veriləcək. Təbii ki, imkanı olmayanlara bu sual verilməyəcəkdir. Çünki imkanı olmayan adamın bu ibadəti yerinə gətirməsi də mümkün deyildir. Digər məsələ isə qul haqqıdır. Yəni 6-cı dayanacaqda, o 7 dayanacaqdan 6-cısında qul haqqı soruşulacaqdır. Yəni sən insanların haqlarına nə dərəcədə riayət etdin sualı veriləcəkdir. Dolayısıyla əziz qardaşlar, qul haqqı dediyimiz zaman sadəcə gelib kimisə malını oğramaq burada nəzərdə tutulmur. Məsələn, kimisə qəlbini qırmaq ola bilər, kimisə haqqına girmək ola bilər, kimisə qeybətini etmək ən böyük qul haqqından biridir. Hətta deyir, orada cəhənnəm əzabından danışarkən Peyğəmbər sallallahu aleyhi ve sellem vurğuluyur ki, orada bir irin çuxuru vardır deyir. Cəhənnəmin içərisində irin çuxur vardır. Necə ki deyir, dünyada biriləri gəlir sizin yanınızda bir başqası haqqında bilib-bilmədən danışır, pisliyir onu və siz də həmin adamın danışdığı sözləri araşdırmadan deyir, gedib başqalarına deyirsinizsə ki, filan kəsin belə bir xətası var, səhvi vardır. Allah Teala deyir, o adamı irin çuxurun içərisinə atır və o adama deyir ki, bax sən dünyada olarkən bilib-bilmədən filan kəsin haqqında pis sözlər söylüyordun. Sən bu söylədiyin sözləri isbat etməyincəyə qədər mən səni bu irin çuxurundan çıxarmayacağım deyir. Dolayısıyla bu çox çətin məsələdir. Amma bir də var ki, tutaq ki deyir, sizin yanınızda bir mömin qardaşınızın pisliyindən danışılırsa, siz deyir, o mömin qardaşınızı müdafiə edirsinizsə ki, filan kəs belə bir şey etməz deyirsinizsə, o zaman deyir, axirət günü o Sırat körpüsünün üzərindən keçərkən, o mələklər sizin ətrafınıza gələr və o cəhənnəm atəşinin istisindən, cəhənnəm atəşinin tüstüsündən, cəhənnəm atəşinin qoxusundan deyir, sizi orada mühafizə eləmiş olur. Yəni, dolayısıyla Allah Teala müraciət edir ki, sən deyir, möminləri qoruduğun üçün mən də səni qoruyacam deyə, burada müsəlmanlara Allahın bir müraciəti olur. Və 7-ci sual isə, yəni 7-ci dayanacaq, sonuncu dayanacağın sualı isə qüsulla bağlı olacaqdır, yəni təmizlik məsələsi ilə bağlı olacaqdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər bir insan göz görə deyir, qüsulsuz gəzirsə, otlardan tutmuş, ağaçdakı yarpaqlara qədər, dənizdəki balıqlara qədər hamı deyir, o insana lənət oxuyar deyir. Ona görə bir insan qəti şəkildə qüsulsuz gəzməməyə də diqqət yetirməsi lazımdır. Yəni, dolayısıyla əziz qardaşlar, biz bu 7 suala baxdığımız zaman bu bilirsiniz nəyə bənzəyir? Sanki bir sürücünü yolda polis saxlayıb ondan suallar soruşur. Təbii ki, sürücünün burada sürücülük vəsiqəsi mi deyək, sığortası mı deyək, bu kimi məsələlər qaydasındadırsa, sürücünün bir qorxusu olmaz, rahatlıqla o polisə o suallarını cavablandırır. Yəni, bu şəkildə mələklərin soruşulacağı sualları da o cür qiymətləndirməyimiz lazımdır. Yəni, bizim ibadətlərimiz yerindədirsə, Allahın izni ilə biz də o sualları gözəl bir şəkildə cavablandıra biləcəyik. Və bu mənada deyir, bəndə o 7 dayanacağı keçdikdən sonra cənnətin qapısına gəlib çatacaqdır. Və cənnətin qapısına çatdıqda orada Zümər surəsində bir ayət kərimə keçir. Yəni orada o hadisə baş verəcəkdir. Ayət kərimə belədir ki, Bismillahirrahmanirrahim. Vasiqallazina amanu taqaw rabbahum ila cennati zumara. Deyir, o günlərim deyir, Allahdan qorxanlar dəstə-dəstə gəlib cənnətin qapısında dayanacaqlar. Yəni kim Allahdan qorxursa, Sırat körpüsünü asan bir şəkildə keçəcək və cənnətin qapısına dayanacaqlar. Hətta izə cəuhə futuhat əbvabuhə və qalə lahum xəzənətuhə sələmun aleykum tibtum fədxuluhə xalidin. Yəni deyir, o cənnətin qapılarının ağzında dayanan mələklər həmin insana belə səslənəcəklər. Deyəcəklər ki, salam aleykum, yəni Allahın salamı sənin üzərinə olsun. Nə xoşdur sənin halına ki, bu Sırat körpüsünü
keçərək cənnətə gəlmisən və sən deyir orada əbədi qalacaqsan deyir. Və daha sonra əziz qardaşlar, möminlər də qayıdarlar ki, Allaha həmd sənalar olsun ki, uca Rəbbimiz bizə olan vədini yerinə yetirdi və bizi cənnətin ən gözəl yerlərinə yerləşdirdi deyə möminlərin orada bir sözü olacaqdır. Yəni, dolayısıyla əziz qardaşlar, deyir, burada bəzən bir qrup hadisələr yaşanacaqdır Sırat körpüsü üzərində. Məsələn, elə möminlər olacaq ki, dünyada o qədər salih əməllər işləyiblər ki, bu möminlər Sırat körpüsünü o qədər sürətli keçəcəklər ki, hətta keçərkən cəhənnəmin atəşini belə görməyəcəklər onlar. Və bu zaman mələklərə deyəcəklər ki, ey mələklər, axı biz dünyada ikən bilirik ki, Sırat körpüsü cəhənnəm üzərində yerləşir. Biz axı cəhənnəmi orada görmədik. O zaman mələklər qayıdacaqlar ki, ey mömin, sənin deyir nurun o qədər güclü idi ki, cəhənnəmin atəşi gizləndi ki, sənin nurun o cəhənnəmi söndürməsin. Yəni, nurunun cəhənnəmi söndürməməsi üçün cəhənnəm atəşi səndən gizləndi deyir. Və bir digər hədisdə keçir ki, bir mömin mələkdən soruşar ki, bəs mən Sırat körpüsü üzərindən keçərkən cəhənnəm atəşini görmədim. O zaman mələk qayıdar ki, bax sən Sırat üzərindən keçərkən bir bağça gördün orada deyir. O bağça əslində cəhənnəm atəşi idi ki, o sənin ki ibadətlərin, salih əməllərin o atəşi çevirmişdi bağçaya, yəni cənnət bağçası halına gətirmişdi əziz qardaşlar. Yəni bu şəkildə müjdəli xəbərlər vardır. Məsələn, Peyğəmbər s.ə.v buyurur ki, elə insanlar olacaq ki, deyir, Sırat körpüsünün üzərindən ildırım kimi keçəcəklərdir. Elə insanlar var ki, onların nisbətən salih əməlləri azdır deyə onlar bir belə deyək külək kimi gəlib keçəcəklər. Elələri var ki, bir atlı kimi keçəcəklər. Elələri var piyada gedəcəklər. Elələri var sürünərək, çünki salih əməlləri azdır, sürünərək keçəcəklər. Elələri var ki, cəhənnəm atəşinə yıxılacaqlar, o Sırat körpüsünü keçə bilməyəcəklərdir deyir orada. Və dolayısıyla əziz qardaşlar, burada baxdığımız zaman, yəni dünyada bir körpü düşünək. Dünyadakı körpülər elədir ki, ta ki 1 kilometr uzunluğu varsa bu körpünün, 1 kilometr hamı üçün 1 kilometrdir yəni. Amma Sırat körpüsü isə belə deyil. Sırat körpüsü ölçüləri insanlara görə dəyişir. Məsələn, elə insanlar var ki, onun üçün tükdən belə incə hala gələcək. Təsəvvür edin ki, tükdən olan bir körpünün üzərindən nətər keçmək olar. Bunlar günahkar insanlardır. Amma elə insanlar var ki, onlar üçün çox geniş bir hala gələcəkdir, səlamətli bir hala gələcəkdir. Elə insanlar var ki, cəhənnəmin o qırmaqları onları götürüb tez bir zamanda öz içinə atacaqdır. Amma elə insanlar var ki, sanki bir cənnət bağçasından keçirmiş kimi Sırat körpüsünün üzərindən keçəcəkdir əziz qardaşlar. Və burada baxdığımız zaman orada qeyd olunur ki, nə günəş yoxdur, nə ay yoxdur. Yəni çünki günəşdir, aydır. Bunlar dünya dağılan zaman onlar da dağılıb getmişdilər. Və deyir orada və sual verirlər ki, ya Rasulullah, bəs günəş yoxdur, ay yoxdur. Bəs Sırat körpüsünün üzərindən insanlar nəyin işığı ilə gedəcəklər soruşulanda Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm qayıdır ki, oradan deyir insanlar öz nurları ilə keçəcəklərdir deyir. Və nur da ibadətlə yaranan bir şeydir. Yəni deyir kimin ibadəti varsa onun nuru olacaqdır və Sırat körpüsünü dolayısıyla görərək keçəcəkdir. Amma elə insanlar da var ki, onların nurları olmadığına görə onlar Sırat körpüsündə kör kimi gedəcəklər. Yəni bir kör düşünün ki, körün körpüdən getməsi nə qədər mümkün deyildirsə, onlar da o şəkildə cəhənnəmə yıxılacaqlardır deyir orada. Və hətta bu Qurani-Kərimdə də keçir ki, Bismillahirrahmanirrahim. Yevmə tərəl mu'minina vəl mu'minati yes'a nuruhum beynə əydihim və bi'əymanihim buşrakumul yevmə cənnətin təcri min təhtihəl ənhər. Deyir, o gün deyir, möminləri görərsən ki, deyir, onların nurları önlərindən və sağ tərəflərindən yayılacaqdır deyir. Bu, həmin insanların cənnətə gedəcəyinin müjdəsidir deyir. Və bir də deyir, münafiqlər vardır o günlərdə. Münafiqlər deyir, qayıdıb möminlərə deyəcəklər ki, ey möminlər, öz nurunuzdan bizi tərəfə tutun ki, biz də o Sırat körpüsünü keçə bilək. Amma möminlər qayıdıb deyəcəklər ki, bizim nurumuz ancaq özümüzə yetəcək qədərdir. Siz əgər gücünüz çatırsa, geri qayıdın, dünyada özünüzə nur axtarın. Təbii ki, dünyaya geri qayıdıb nur axtarmaq orada mümkün deyildir. Dolayısıyla deyir, onların arasında bir sədd çəkiləcəkdir. Həmin səddin iç tərəfində olan möminlər rəhmət altında olacaqdır. O səddin çöl tərəfində olan münafiqlər və kafirlər isə harda olacaqlar? Onlar isə bir əzab içərisində olacaqlardır. Və hətta burada ən qəribə bir ayət-kərimə ondan ibarətdir ki,
münafiq dediyimiz insanlar möminlərə səslənəcək ki, ey möminlər, bəs biz də dünyada sizinlə bərabər idik, biz də sizinlə bərabər məscidə gəlirdik, sizinlə bərabər namaz qılırdıq, ibadət edirdik. Bəs bizə də deyir, yəni kömək eləyin də, bizə də kömək edə bilməzsiniz. O zaman möminlər qayıdıb deyəcəklər ki, siz məscidə gəlsəniz də, siz ibadət etsəniz də, siz hər nə qədər salih əməlləriniz olsa da, sizin bu əməllərinizdə riyakarlıq var idi, sizin Allah qorxunuz yox idi, yəni Allahdan qorxmurdunuz, günahlara da dalırdınız. Dolayısıyla bu kimi əməlləriniz səbəbilə ibadətləriniz qəbul olunmadı və bu nə oldu? Sizin də cəhənnəm ateşinə getməyinizə səbəb oldu. Yəni ona görə də əziz qardaşlar, sonda Allah Taala'ya dua edək ki, Uca Rəbbimiz bu Sırat körpüsünün ildırım sürətilə keçməyi hər birimizə nəsib eləsin. Allah Teala yolun solunda olan cənnət nemətini qazanmağı da hər birimizə ikram eləsin. Və selamun alel mürsəlin.